Xeyli müddət Azərbaycanın sosial fəlakət naziri olan Sahil Babayevin sonradan Maliyyə naziri vəzifəsinə təyin edilməsi bir faktın sübutudur ki, rejim əhali üçün sosial fəlakətləri qaynaqdan, lap çeşmənin başından gurlaşdırmaq niyyətindədir. Ölkədə sosial siyasət üçün bəlkə də daha çox sosial siyasət deyil, sosial qisas üçün yürüdülən yamanlıq buna görə o səviyyədən davam edir və gündən günə şiddətlənir. Mən sizə jurnalist dostumuz Rauf Mirqədirovun Sahil Babayev fenomeni haqqında yazısını təqdim edəcəm. O, bu təqdimatını Sahil Babayev və kəsilmiş qulaqlar adlandıraraq deyir ki, nazir vaxtıyla 10 minlərlə əlilin başına açdığı faciəni indi də milyonların üzərində təcrübədən keçirmək istəyir. Mən başa düşürəm ki, Maliyyə naziri Sahil Babayevin vəzifələrindən biri büdcə xərclərini azaltmaq, gəlirlərini isə artırmaqdır. Amma insanların səhhəti əslində isə həyatı hesabına yox. Maliyyə nazirinin Milli Məclisdəki son çıxışından sonra mən bu insanın məntiqi təfəkkürə malik olduğuna şübhə etməyə başladım. Ya da bu insan bütün Azərbaycan vətəndaşlarını ağıldan kəm hesab edir. Hər iki variant böyük faciədən xəbər verir. Həm nazirin özü, həm də bütün cəmiyyətimiz üçün. Nazir bəyan etdi ki, gələn ildən Azərbaycan əhalisinin ən azı 95%-i icbari tibbi sığorta ilə əhatə olunacaq. İlk nəzərdən çox böyük rəqəmdir. Əgər söhbət insanların səhhətindən yox, seçkilərdə qalib gəlmiş hansısa namizədin qazandığı səslərdən geçsəydi. Əvvəla Azərbaycanın 10 milyondan bir qədər artıq əhalisi var. Bu, o deməkdir ki, təxminən 500 min vətəndaşımız icbari tibbi sığorta ilə əhatə olunmayacaq. Başqa sözlə desək, onlara zəruri tibbi xidmət göstərilməyəcək. Başqa sözlə desək, nazir bilərəkdən düşünülmüş şəkildə onların həyatını təhlükə altına atacaq. Müstəqil iqtisadçıların hesablamalarına görə isə zəruri tibbi xidmətdən məhrum olanların sayı 2 milyondan artıq olacaq. İndi sizə sual verirəm. Ağlı başında olan nazir bütün Azərbaycan vətəndaşlarını ağıldan kəm hesab etməsə belə bir bəyanatla çıxış edə bilərdi ya yox? İkincisi, nazir adı üstündə olmasına baxmayaraq ya icbari tibbi sığorta anlayışının məzmunundan xəbərsizdir ya da bütün vətəndaşlarımızı dilsiz, ağızsız, müti, qul hesab edir. Yenə də deyirəm ki, adından məlum olduğu kimi bütün Azərbaycan vətəndaşları anadan olduğu andan son nəfəsinə qədər qeyd şərtsiz icbari tibbi sığorta ilə əhatə olunmalıdır. Üçüncüsü, nazir anlamır ki, icbari tibbi sığorta mexanizmindən cəza aləti kimi istifadə etmək olmaz. Yadıma bir təmsil düşdü. Əgər səhv eləmirəmsə ki, tülküdən soruşurlar, hara qaçırsan? Deyir ki, meşədəki bütün dovşanların qulağını kəsirlər. Axı sən dovşan deyilsən iradına isə tülkü belə cavab verir. Məsələ də ondadır ki, əvvəlcə qulaqları kəsirlər, sonra sayırlar. İndi bizim nazirimiz də lap həmin təmsildə olduğu kimi hərəkət edir. Əvvəlcə hansısa özünə məlum meyarlara əsaslanaraq 2 milyondan artıq vətəndaşımızı vergidən yayınmaq ehtimalı ilə, yəni uğurluqda ittiham edərək, icbari tibbi sığorta xidmətlərindən istifadə hüququndan qanuna zidd olaraq məhrum edir. Sonra isə həmin vətəndaşlardan tələb edir ki, uğuru olmadıqlarını sübut etsinlər. Heç bir vətəndaş özünün vergidən yayınmadığını, yəni uğuru olmadığını sübut etməməlidir. Onun vergidən yayınmadığını Maliyyə nazirinin birbaşa tabeliyində olan vergi xidməti araşdırmalıdır. Əgər vətəndaş bu və ya digər yolla vergidən yayınırsa, o bütün borclarını ödəməklə yanaşı hələ bir əlavə cərimə də olunur. Qanun belədir. İcbari tibbi sığorta 2021-ci ilin əvvəlindən bütün ölkə ərazisində tətbiq olunur. 5 il vaxt keçir. Nə üçün bugünə qədər vergi orqanları vergidən yayınan bu qədər adamı aşkar etməyiblər? 10 milyondan artıq əhalisi olan bir ölkədə cəmi 1 milyon 800 minə yaxın vergi ödəyicisinin olmasında günahkar kimdir? Axı, heç kəsə sir deyil ki, xidmət sahəsində, ticarətdə və tikinti sektorunda işləyənlərin mütləq əksəriyyəti
qarasına çalışır. Bu sektorlar isə muzlu əməyin ən çox cəlb olunduğu sahələrdir. Milyonlarla insan vergiyə cəlb olunmur. Məhz buna görə də Azərbaycan ÜDM-in adam başına düşən həzminə, orta əmək haqqının səviyyəsinə görə nəinki Gürcüstandan, hətta Ermənistandan da geri qalır. Çünki milyonlarla insanın əməyi və nəticə etibarıyla gəliri kölgə iqtisadiyyatını qidalandırdığı üçün nəzərə alınmır. Qəribədir ki, ölkənin imicinə vurulan bu zərbə də dövlət orqanlarını narahat etmir. Vergi orqanları bunu bilmirlər, yoxsa görmürlər. Kördülərmi? İnanmıram. Görürlər və bilirlər, amma göz yumurlar. Nə üçün? Ona görə ki, kölgə iqtisadiyyatından ən böyük gəliri hakim elitanın özü götürür. Bu, məsələnin bir tərəfi. Məsələnin digər tərəfi ondan ibarətdir ki, nə qədər nüfuzlu olsa da heç bir nazir, heç bir dövlət orqanı vergidən yayınma, yəni oğurluq ehtimalına görə vətəndaşı icbari xarakter daşıyan haqdan, xidmətdən, istifadə hüququndan məhrum edə bilməz. Bu, qanuna ziddir. Başqa sözlə desək, vəzifə cinayətidir. Əslində, bu Sahil Babayevin yeni icadı da deyil. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri işlədiyi dövrdə 10 minlərlə əlilin başına açdığı faciəni indi də milyonların üzərində təcrübədən keçirmək istəyir. Yazıqlar əvvəlcə əlillik təqaüdündən məhrum olunurdular, sonra isə onlardan şikəst olduqlarını sübut etməyi tələb edirdilər. Qayda qulağı kəsilmək məsələsinə, vətəndaşı icbari tibbi sığorta xidmətindən istifadə haqqından məhrum etmək, insanların səhhəti və nəticə etibarıyla həyatı üçün birbaşa təhlükə yaratdığından qanuna zid çox ağır cinayətdir. Buna görə də cənab nazirin, yəni Sahil Babayevin qulağı kəsilməlidir, özü də təcili olaraq kəsilməlidir.